Salam, hörmətli tələbələr. Bugünkü mövzumuz psixologiyanın tədqiqat metodlarının təsnifatıdır. Planımızda 4 əsas sual var. Birinci sualımız metodologiya haqqında ümumi məlumatdır. Bir insanın davranışını digər bir insanın davranışından necə fərqləndirmək olar və yaxud da daha dəqiq desək, insanı öyrənən elmin metodoloji əsaslarını nə təşkil edir? Bizə məlumdur ki, hər bir elmin müstəqil bir elm sahəsi kimi formalaşması üçün onun özünə məxsus metodoloji əsasları olmalıdır. Psixologiya elminin tədqiqat obyekti də insan olduğundan, o öz predmetinə yanaşma tərzinə görə bir sıra müxtəlif metodoloji yanaşmalardan istifadə edir. İnsanı öyrənməyin də ən başlıca metodoloji əsası təbii ki, rasional yanaşmadır. Dünyanın və insanın rasional dərki bizə göstərir ki, cisim və hadisələr, varlıq və gerçəkliklər bizim şuurumuzdan asılı olmayaraq mövcuddur. Metodologiya əsasən iki sözdən, metodos və logos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Elmi tədqiqatların metodları haqqında təlim deməkdir. Metodologiya araşdırma sahəsində tətbiq olunan metodların sistemli nəzəri təhlilidir. Bu, metod əsaslarının nəzəri təhlilini və eyni zamanda araşdırılan elm sahəsi ilə bağlı bir sıra prinsipləri əhatə edir. Metodologiya xüsusi bir duruma, misal üçün xüsusi nəticəni hesablamaq və yaxud da tətbiq oluna biləcək tək bir metod və yaxud da bir sıra metodlar və ən yaxşı təlimləri başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoymuş olur. Metodologiya əsasən üç mənada işlənilir. Gördüyünüz kimi ümumi metodologiya, xüsusi metodologiya və bir də konkret metodologiya. Ümumi metodologiya dedikdə ümumi fəlsəfi yanaşma və ümumi idrak üsulu nəzərdə tutulur. Psixologiyanın ümumi metodoloji əsaslarını dialektik və tarixi materializmin bir sıra prinsip və müddəaları təşkil edir. Tarixi materializmin öyrəndiyi predmet bəşər cəmiyyəti və onun inkişaf qanunlarından ibarətdir. Tarixi materializm bizə öyrədir ki, maddi-iqtisadi münasibətlər, insanların sosial şəraiti, onların gündəlik həyat fəaliyyəti, toplanılan təcrübə insan psixikasında hisslər, fikirlər və arzular şəklində əks olunmuş olur. Metodologiya ikinci halda xüsusi metodologiya mənasında işlənilir. Xüsusi metodologiya dedikdə isə burada bir sıra əsas metodoloji prinsipləri biz bura aid edə bilərik. Üçüncü isə konkret metodologiyadır ki, hansı ki, konkret metodologiyaya tədqiqat metodikalarının səmərəli olmasını şərtləndirən bir sıra meyarları biz bura aid edə bilərik. Əvvəlcə xüsusi metodologiyaya daxil olan prinsiplərlə tanış olaq. Birinci prinsip determinizm prinsipidir. Determinizm prinsipi buna başqa cür səbəb-nəticə prinsipi də deyilir. Determinizm ictimai və təbii hadisələrin səbəbi haqqında təlimdir. Latın dilindən tərcümədə mənası müəyyən etmək deməkdir. İlk növbədə daxili və xarici səbəblər burada müəyyən olunur. Bunun bir də tam əksi olaraq xətti determinizm prinsipi vardır ki, burada hadisələrin yalnız və yalnız xarici səbəbləri vardır. Determinizmi düşüncə olaraq ilk dəfə ortaya qoyan Agostyan və Dante olmuşdur. Müasir formasını isə Hegel müdafiə etmişdir. Digər bir prinsip isə şuurla fəaliyyətin vəhdəti prinsipidir. Şuurla fəaliyyətin vəhdəti prinsipinin mahiyyəti ondan ibarətdir ki, şuurla fəaliyyət bilir ki, bir-birinin eyni olmadığı kimi əksi də deyildir. Şuurla fəaliyyət bir-birlə vəhdətdədir və bu prinsipə görə bütün hadisələr şuurla tənzim olunur. Bu fikir 20-ci əsrin ilk 10 illiyinə qədər bu cür idi. Yəni düşünülürdü ki, şuursuz fəaliyyət yoxdur. Sonralar isə Avstriya psixoloqu və psixiatri Zigmund Freud ilk dəfə olaraq şuursuzluq anlayışını elmə gətirir və onun fikrinə əsasən şuurlu psixikanın yalnız bir faktıdır, əsas instansiya isə şuursuzluqdur və buradan da belə çıxır ki, şuursuz fəaliyyət şuurdan çıxarılmış fəaliyyətdir. Konkret psixoloji tədqiqat metodikasının bir sıra mərhələləri vardır. Belə bir sual yaranır ki, hər hansı bir tədqiqatı biz necə həyata keçirə bilərik? Konkret psixoloji yanıltma metodikasında 4 əsas biz mərhələni fərqləndirə bilərik. Birinci mərhələ fərziyyənin irəli sürülməsidir. Bu mərhələlər hansısa bir qrupda və yaxud da ki, fərdi şəkildə müəyyən psixoloji problemləri öyrənmək üçün bir fərziyyə irəli sürülür. Təbii ki, irəli sürdüyümüz fərziyyə mütləq şəkildə empirik faktlara əsaslanmalıdır. İkinci mərhələ fərziyyənin yoxlanılması mərhələsidir ki, bu mərhələ artıq əldə olunmuş faktlar təsdiq olunmaq üçün eksperimental proseduraya keçirilir və bu zaman artıq nəzəriyyə deyil də praktika ön plana keçir. Üçüncü mərhələ nəticələrin işlənməsi mərhələsidir ki, bu mərhələdə əldə olunmuş faktlar kəmiyyət və keyfiyyət baxımından təhlil olunur. Dördüncü mərhələdə isə artıq
Materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir və fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır. Psixologiyanın tədqiqat metodlarının təsnifatına baxaq. Bildiyimiz kimi psixologiyanın tədqiqat metodları iki qrupa ayrılır: empirik və nəzəri metodlara. Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır. Burada əsasən abstraksiyadan, yəni mücərrədləşmədən, ümumiləşmədən və təsnifatdan istifadə olunur. Digər metodlar isə empirik metodlardır. Empirik bilirik ki, sırf təcrübəyə əsaslanan metodlara deyilir. Onlar da özləri iki qrupa ayrılır: informasiyanın toplanması və bir də informasiyanın işlənməsi metodlarına. Əvvəlcə informasiyanın toplanması metodlarına baxaq. Bura müşahidə, eksperiment, anketləşdirmə və sair digər metodları biz aid edə bilərik. İnformasiyanın işlənməsi metodlarına statistik metodlar və digərlərini aid edə bilərik. Bununla yanaşı eyni zamanda obyektiv və subyektiv metodlar da təsnif olunur. Burada gördüyümüz təsnifat Pirovun təsnifatıdır. Pirov psixologiyanın tədqiqat metodlarının daha təkmil variantını vermişdir. Pirovun təsnifatına hansı metodlar daxildir? Birinci müşahidə metodu. Bunu obyektiv, vasitəli və vasitəsiz, subyektiv, vasitəli və bilavasitə olmaqla ayıra bilərik. İkinci eksperimentdir. Eksperimentə aid edilir laborator, təbii, pedaqoji, psixoloji metodları aid edə bilərik. Üçüncü modelləşdirmə metodu. Dördüncü psixoloji xarakteristikalar, beşinci isə köməkçi metodik yanaşmalardır deyə bilərik. Digər təsnifata baxaq. Bu Ananyevin təsnifatıdır. Ananyev Pirovun verdiyi təsnifatı tənqid edərək daha əhatəli bir təsnifat aparmışdır. Ananyevin təsnifatına hansı metodlar daxildir? Birinci, gördüyümüz kimi təşkilati metodlar, hansı ki təşkilati metodlara müqayisə edici, longitude və kompleks metodlar aid edilir. Longitudinal metodlar başqa cür bunlara uzun müddətli metodlar da deyə bilərik. İkinci qrup metodlara aid edilir empirik metodlar. Əvvəldə də qeyd etdiyim kimi empirik metodlar sırf təcrübəyə əsaslanan metodlardır. Bura adversiyalı metodlar, modelləşdirmə, bioqrafik metodlar, yəni sırf təcrübəyə əsaslanan metod, məsələn müşahidəni də bura aid edə bilər, eksperiment metoduna aid edə bilər ki, yəni bunlar sırf empirik metodlar qrupuna aid edilir. Üçüncü qrup metodlar verilənlərin işlənməsi metodlarıdır. Bura riyazi statistik metodlar, kəmiyyət və keyfiyyət metodlarına aid edə bilərik. Dördüncü qrup metodlar isə interpretasiya metodu, başqa cür bunlara şərh metodları da deyilir ki, bura genetik, struktur metodlar və s. aid edə bilərik. Yəni gördüyümüz bu təsnifat Ananyevin təsnifatıdır. Keçək əsas tədqiqat metodlarına. Bildiyimiz kimi psixologiyanın tədqiqat metodlarını bir də əsas və köməkçi olmaqla iki qrupa ayıra bilərik. Əsas tədqiqat metodlarına hansı metodlar daxildir? Birinci müşahidə metodudur. Müşahidə metodu nədir? Psixi hadisələrin cərəyanına heç bir müdaxilə etmədən onun baş verdiyi təbii şəraitdə izləmə imkanı bizə verir. Yəni müntəzəm, məqsədyönlü şəkildə izləmə imkanı bizə verir ki, müşahidə metodunun tətbiqində təbii ki, bir sıra şərtlərə əməl olunmalıdır. Bu şərtlər hansılardır? Gördüyünüz kimi birinci, müşahidə məqsədyönlü olmalıdır. Bəli, mütləq şərtlə müşahidə məqsədyönlü şəkildə aparılmalıdır. İkinci, müşahidə hadisələrin təbliğatına heç bir xələl gətirməməlidir. Tərifdən də gördüyümüz kimi qeyd etdik ki, bəli, müşahidə mütləq şəkildə təbii şəraitdə aparmalı və orada baş verən hadisələrin təbii axarına heç bir xələl gətirməməlidir. Üçüncü, müşahidə mütəşəkkil və ardıcıl sürətdə təşkil olunmalıdır. Dördüncü, müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirməməlidir. Çünki əgər müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirərsə, biz sonda istədiyimiz etibarlı, dəqiq nəticəni əldə edə bilmərik və nəhayət beşinci əldə edilmiş nəticələr etibarlı olmalıdır. Bu sırf müşahidə metodunu apardığımız zaman əməl etməli olduğumuz bir sıra şərtlərdir. Burada gördüyümüz müşahidə metodunun üç əsas növünü qeyd etmişəm. Əslində müşahidə metodunun bir çox növləri var. Sadəcə biz burada üçünü qeyd etmişik. Açıq və gizli, geniş və məhdud, bir də sistematik və epizodik müşahidəni qeyd edə bilərik. Psixologiyanın digər əsas metodlarından biri eksperiment metodudur. Müşahidə metodundan fərqli olaraq eksperiment metodunun köməyi ilə biz qısa bir müddət ərzində daha dəqiq nəticə əldə edə bilərik. Eksperiment başqa cür buna sınaq da deyilir.
Dəqiq hesablanmış şəraitdə hadisə və proseslərin izlənməsinə bizə imkan verir və təkrarlanan halda onun yenidən lazımi nəticələrə nail olmasına imkan verən tədqiqatla hadisənin müşahidə edilməsi və elmi təcrübənin qorunmasıdır. Daha sadə şəkildə desək, eksperiment metodu iki və daha artıq fakt arasında səbəb-nəticə əlaqələrini müəyyən etməyə bizə imkan verir. Təbii ki, biz bilirik ki, eksperiment metodunda iki qrup olur, eksperimental və kontrol qruplar olur və əsas iki cəmiyyət olur. Aslı cəmiyyət və bir də aslı olmayan cəmiyyət. Eksperimentin iki növü var. Əvvəldə də qeyd etdik ki, təbii və laborator eksperiment. Əvvəlcə gəlin təbii eksperimentə baxaq. Təbii eksperiment ilk dəfə olaraq 1910-cu ildə Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperiment zamanı eksperimentator müəyyən hadisələri müşahidə etməklə əvvəlcədən düşünülmüş şəkildə situasiyalar yarada bilir. Laborator eksperiment isə təbii ki, adından da göründüyü kimi laborator eksperimentdə xüsusi texniki vasitələrin köməyi ilə həyata keçirilmiş olur və təbii ki, müasir dövrdə də fiziki hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, təbii ki, onların köməyi ilə də tutarlı nəticələr əldə etmək mümkündür. Psixologiyanın digər əsas metodlarından biri korrelyasiya metodudur. Korrelyasiya metodu da müşahidə metodu kimi özünə məxsus bir metoddur, texnikadır. Lakin müşahidə metodundan fərqli olaraq korrelyasiya metodunda iki və daha artıq cəmiyyəti sistematik surətdə ölçməyə bizə imkan verir. Korrelyasiya metodu bu baxımdan eksperiment metoduna bənzədiyinə görə çox vaxt korrelyasiya metoduna kvazi eksperiment də deyilir. Yəni korrelyasiya metodu vasitəsilə biz iki və ya daha artıq cəmiyyəti sistematik surətdə ölçə bilirik və müəyyən olunmuş mühüm cəmiyyətlər korrelyasiya metodu vasitəsilə təbii şəraitdə öyrənilmiş olur. Korrelyasiyanın tədqiqatının növləri də vardır ki, biz üç növü qeyd etmişik burada. Təbii müşahidə, hansı ki bu metod təbiət mühitinə maraq göstərən dəyişənləri müdaxilə və ya manipulyasiya olmadan eksperimentator tərəfindən müşahidə və qeyd etmiş olur. Digəri sorğu və anket metodu ki, hansı ki sorğular və anketlər psixoloji tədqiqatlarda istifadə edilən ən ümumi metodlardan biridir. Psixologiyanın köməkçi metodları da vardır ki, köməkçi metodların biri sosiometriya metodudur. Hansı ki, sosiometriya Latın dilindən tərcümədə societas cəmiyyət, Yunanca metro ölçürəm deməkdir. Yəni cəmiyyəti ölçürəm deməkdir. Ümumi halda deyə bilər ki, sosiometriya metodu qrupda qarşılıqlı münasibətləri ölçmək üçün istifadə olunan metodlardan biridir və ilk dəfə olaraq Moreno tərəfindən işlənmişdir. Şəkildə gördüyünüz müəllif də Morenodur. Moreno tərəfindən ilk dəfə olaraq işlənmişdir. Yəni şəxsiyyətlərarası münasibətləri tezliklə və nisbətən daha dəqiqliklə müəyyən etmək üçün bu metodikadan istifadə olunur. Psixologiyanın köməkçi metodlarına aid edilir. Digər köməkçi metodlardan biri intervyu metodudur. Hansı ki, şəxsiyyətlərarası münasibətləri və ictimai rəyi öyrənməkdən ötürü tətbiq olunan metodikalardan biridir. İntervyu iki şəxsin qarşılıqlı ünsiyyətini nəzərdə tutmuş olur. Yəni, biri digərinə informasiyanı verir, digəri isə onu təhlil edib mənimsəmiş olur. Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq müəyyən informasiyanı almaq üçün verbal kommunikasiya prosesindən istifadə yolu ilə sorğu aparılmasına intervyu deyilir. Psixologiyada istifadə olunan köməkçi metodlardan biri də anket metodudur. Hansı ki, anket metodu vasitəsilə suallara yazılı cavablar alınır. Yəni, anketlə intervyunun fərqi ondan ibarətdir ki, intervyu şifahi şəkildə həyata keçirilir, anket metodu isə yazılı şəkildə həyata keçirilir. Anket üsulunun üstün cəhəti ondan ibarətdir ki, qısa bir müddət ərzində bu və ya digər məsələ haqqında müxtəlif şəxslərin rəyini öyrənmək mümkündür. Anket üsulundan sosioloji tədqiqatlarda da daha geniş belə deyək də miqyasda istifadə olunmuş olur. Bu da gördüyümüz psixoloji tədqiqatın məlumat toplanma üsullarıdır. Gəlin bunlara baxaq. Birinci case üsulu metodologiyasıdır ki, hansı ki müxtəlif tədqiqat metodlarından burada istifadə olunur. Məsələn, deyək, müsahibə, müşahidə, özünü hesabat anketi və s. Digəri məzmun təhlilidir. Digəri hadisə seçmə metodologiyasıdır. Hansı ki, burada eyni zamanda təcrübə seçmə metodologiyası, gündəlik təhsil və ya ekoloji qiymətləndirməni biz bura aid edə bilərik. Eksperimenti əks etdirən müalicə və nəzarət qruplarını qeyd edə bilər ki, yəni bura elmi nəzarət və eksperimentin dizaynına aid etmək olar. Digəri sahə eksperimentidir. Sonuncu isə müsahibədir ki, hansı ki burada da
strukturlaşdırılmış, yəni şifahi və yazılı sorğu və yaxud da ki, bu sərbəst şəkildə həyata keçirilə bilər. Mövzumuz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.